Salam, hörmətli, dəyərli izləyicilərimiz, hamınızı salamlayıram, hamınızı xoş gördük, dəyərli izləyicilərimiz. Bu günləri kanalımızın yaradıcısı və rəhbəri bizim Pənah qardaşımızın övladının adını daşıdığı şəhid Vahid qardaşımızın il dönümüdür. Allah şəhid Vahid qardaşımıza və onun timsalında bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Hazırda bax bu görmüş olduğunuz ev, dəyərli dostlarımız, kanalımız tərəfindən Gəncə şəhərində inşa edilibdir. Şəhid Vahid qardaşımızın ailəsi üçün. Allah bütün şəhidlərimizə bir daha rəhmət eləsin, ruhları şad olsun və bu evin tikilməyində də elə kanalımızın yaradıcısı və rəhbəri Pənah qardaşımızın maddi cəhətdən, mənəvi cəhətdən ən böyük yük Pənah qardaşımızın üstünə düşübdür. Və həmçinin də Pənah qardaşımızdan yanaşı bu evin tikilməyində dəstək olan, yardım edən hər bir kəsə Allahdan can sağlığı arzulayırıq. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Dəyərli izləyicilərimiz, dəyərli dostlarımız, bizim Pənah qardaşımız şəhid Nicat qardaşımızın il mərasimini verdi. İndi də Gəncə şəhərində şəhid Vahid qardaşımızın il mərasimini verir. Allah Taala Pənah qardaşımızın ruzisinə bərəkət qatsın. Allah Taala elədiklərinin qat-qat əvəzini versin inşallah. Allah cəm şəhidlərimizə də qəni-qəni rəhmət eləsin. Çəkilişimizi izləyin inşallah. Birazdan qəbir üstünə çıxılacaq. Tovuz rayonunun Eyüblu kəndində dəfn olunubdur şəhid Vahid qardaşımız. Hazırda indi görüntüləri yeni izləyən izləyicilərimiz üçün, aramıza yeni qoşulan izləyicilərimiz üçün göstərirəm. Baxın, görün dəyərli dostlarımız. Bax bu günləri Vahid qardaşımızın da il dönümü, bax onun adına tikilmiş. Bax bu evdə verilir, hörmətli izləyicilərimiz. Allah bütün verilən ehsanları qəbul eləsin. Allah Pənah qardaşımızın da ruzisinə bərəkət qatsın inşallah. Allah Taala kanalımızı izləyən, hər zaman kanalımızın yanında olan hər bir kəsin Allah ömrünü uzun eləsin. Allah bir daha hamınıza can sağlığı versin. Çəkilişimizi izləyin inşallah. Görüntülərimizi birazdan izləyicilərimiz üçün göstərəcəm. Qoy hər kəs baxsın, hər kəs izləsin. Bəli, dəyərli izləyicilərimiz, bax bu görmüş olduğunuz otaqda bizim şəhid Vahid qardaşımızın adına hazırlanmış otaqdır. Kanalımız harda ev tikibdirsə, bax o tikilən evdə ən böyük otağımız şəhid otağı adlandırılıbdır. Elə bax bu günlərdə ən böyük otaq Vahid qardaşımızın adına hazırlanan otaqdır. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah qəni-qəni rəhmət eləsin. Biz onların sayəsində bu günləri rahat yaşayırıq. Bax bu gördüyünüz şəhid qardaşımız da şəhid Mehdi qardaşımızdır. Pənah qardaşımızın övladı Mehdi balamızın da Allah ömrünü uzun eləsin. Mehdi balamız da bax bu şəhid Mehdi qardaşımızın adını daşıyır. Həmçinin də Pənah qardaşımızın öbrü övladı bizim şəhid Vahid qardaşımızın adını yaşadır. Daima Allah gələcəklərin parlaq eləsin bütün övladların, Vahid balamızın da, Mehdi balamızın da, onların timsalında bütün balaları Allah qorusun. Allah Taala hamısının gələcəyin parlaq eləsin inşallah. Bax bu otaqda görürsüz dəyərli izləyicilər, bizim şəhid qardaşlarımızın rəsmi var. Şəhid Rüfət qardaşımızdır. Kanalımızın yaranma səbəbkarı bax bizim Rüfət qardaşımızdır. Pənah qardaşımızdan İstəyi olub ki, həmişə şəhid ailələrinə, qazilərə yardımın, dəstəyin göstərsin və bizim Pənah qardaşımız da Rüfət qardaşımızın istəyini yerə salmadan bax bu kanalı yaradaraq bizi bugünkü gündə bir araya cəm eləyibdir. Həmçinin də dəyərli izləyicilər xatırladım ki, Rüfət qardaşımız bizim Pənah qardaşımızın əmisi oğludur. Allah hamısının ruhunu şad eləsin. Allah qəni-qəni rəhmət eləsin bütün şəhidlərimizə. Bax bu otağı da izləyicilərimiz üçün çəkib göstərirəm ki, kanalımıza yeni qoşulan izləyicilərimiz var. Onlar da baxsınlar, görsünlər, tanısınlar. Ağcabədi rayonunun Şahmallar kəndində kanalımız tərəfindən evi tikilən şəhid Elmir qardaşımızdır. Allah ruhunu şad eləsin. Və Elmir qardaşımızın evi tikilərkən Rusiya ilə Ukrayna arasında başlayan müharibəyə görə rublun kursu çox düşmüşdü aşağı, amma
Onunla da bizim orada işlərimiz dayanmadı. Təsəvvür edin ki, 100.000 rublumuz hardasa 700 manat eləyirdi. O qədər düşmüşdü rublun dəyəri. Amma onunla da sağ olsun Pənah qardaşımız qoymadı ki, Elmir qardaşımızın evinin işləri dayansın. Və şəhid Vüsal qardaşımızın rəsmini görürsünüz. Allah Vüsal qardaşımıza qəni-qəni rəhmət eləsin. Zahir əminin, Sevinc ananın övladı və Ağcabədi rayonunun Şahmallar kəndində şəhid Elmir qardaşımızın az öncə göstərdiyim, təqdim etdiyim Elmir qardaşımızın əmsi oğludur Vüsal qardaşımız. Vüsal qardaşımız da onun evi Pənah qardaşımız tərəfindən polnustub, belə deyim də, başdan ayağa remont olunubdu. Allah ruzisinə bərəkət qatsın Pənah qardaşımızın. Allah elədiklərinin qat-qat əvəzini versin inşallah. Allah hər zaman daim ruzilərinə bərəkət qatsın. O qəribçilikdə olan həmvətənlilərimizin Allah qorusun. İnşallah indi birazdan gedəcəyik, Allah qoysa gedək. Şəhid Vahid qardaşımızın məzarını ziyarət edərkən də oradan çəkilişimiz olacaq. Axıra qədər izləyin. Kommentlərdə də hər kəsin fikirlərini gözləyirəm. Allah ruhunu şad eləsin. Bütün şəhidlərimizin Allah yaxınlarına səbir versin inşallah. Dəyərli izləyicilərimiz, Tovuz rayon Eyyublu kəndindəyik. Şəhid Vahid qardaşımızın məzarını ziyarət eləməyə gəlmişik. Allah ruhunu şad eləsin bütün cəmi şəhidlərimizin. Allah yaxınlarına səbir dözüm versin inşallah. Tovuz rayon Eyyublu kəndinin şəhidləri bizim şəhid Vahid qardaşımızdır. Şəhid Ceyhun qardaşımızdır. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Elə Ceyhun qardaşımızla Vahid qardaşımız da yan-yana dəfn olunubdular. Allah ruhunu şad eləsin. Kalan kurban, ay kurban, ay kalan silene kurban, anan ölsün yaralı canına kalan kurban, ay baba. El o yanda demirem ki bana arasından yaralıydı. Vallahi kalan. Kalan kurban, ay baba. Özlü çarpıdan ay sana, ay baba. Ay babam bunu. Ay babam bunu. Ay elim yalanımda ay görme. Hep ne gündüm ay yaşadım sana ay baba gözüm. Bu ne gündüm böyle bir şey görüm sana da gözüm. Ay babam ay görme. Yaban ömrümden ay görme. Vakti yandırayım farklı yandır ay görme. Ay babam ay görme ay görme. Ay yaban ömrümden ay yaman yerimde ay baba. Ay ذلك فضل الله يؤتيه من يشاء والله ذو الفضل العظيم مثل الذين يحملوا التوراة ثم لم يحملها كمثل الحمار يحمل أسفارا hemen her şeyde beni görmedin. Oy babanın
Allahümme salli ala Muhammedin ali Muhammed. Bismillahirrahmanirrahim. Muhammed ali Muhammed'e salavat gönderelim. Allahümme salli ala Muhammedin ali Muhammed. 124 bin peygamberler için Muhammed ali Muhammed'e salavat. Allahümme salli ala Muhammedin ali Muhammed. 12 imam 14 mesum için Muhammed ali Muhammed'e salavat. Allahümme salli ala Muhammedin ali Muhammed. Seyit ve seydelerin ruhu için, mümin insanların ruhu için, din yolunda, vatan yolunda şehit olanların ruhu için Muhammed Ali Muhammed'e salavat. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Özümüzün, ezdilerimizin, envatlarımızın, valideynlerimizin, dünyadan göçenlerimizin ruhu için Muhammed Ali Muhammed'e salavat. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bütün Karabağ şehitlerimizin ruhu için Muhammed Ali Muhammed'e salavat. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ehli kabristanlık için Muhammed Ali Muhammed'e salavat. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Şehit Vahid Elşadoğlu'nun ruhu için Muhammed Ali Muhammed'e salavat. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allah bütün şehitlerimize rahmet eylesin. Gazilerimize can sağlığı versin. Bunların valideynlerine sabır eylesin. Amin ya Rabbi ya Alemin. Allahümme salli ala Muhammedin Ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. أسوار بئس مثل قوم الذين كذبوا بآية الله والله أيدي القوم الظالمين. قل يا أيها الذين هادوا إن زعمتم أنكم أولياء لله من دون الناس فتمنوا الموت إن كنتم صادقين وليتمناه أبدا بما قدمت أيديهم والله عليهم بالظالمين. قل إن الموت الذي تفرعون منه فإنه ملقيكم ثم تردون إلى عالم الغيب والشهادة فينبئكم بما كنتم تعلمون. يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاذكروا الله وذروا البيع ذلكم خير لكم إن كنتم تعلمون. Elhamdülillah Rabbil Alemin. Amin ya Rabbi Alemin. Mekana Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem. Resulillah ve hatemen nebiyyine ve kadallahu kullu şeyin alim. İnna Allaha melaikatahu yusalluna elen nebiyyi ya eyyühellezine amenu salli sellimu teslima. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Okuduğun mübarek Kur'an surelerini bu bağışlayan, o mehirban, aziz Allah, her şeye kadir olan Allah, izzetli, celallı, merhametli Allah, şehidimiz şehit Vahid Elşadoğlu'nun ruhuna hediye etsin ve bizim de seflerimizi, günahlarımızı Allah Teala öz Allah'lığına, izzeti celalına birbirine bağışlasın. Rahimallah limen yegrel suretil Fatiha'te salavat. Bağışlayan, mehirban, aziz Allah'ın adıyla hamdolsun Allah'a, alemlerin Rabbine, rahimli, merhametli olana, Hakkı hesap gününün sahibine. Biz yalnız sana ibadet ederiz, yalnız senden kömek isteriz. Bizi doğru yola yönelt, nimet verdiğin keslerin yoluna. Taştan gözümü balalar bana gözüm. Oy anam öyleydi gör. Oy anam öyleydi. Amin, amin ya Rabbi alemin. Amin. Dur cümleye kadar.
Dur Nesli. Bir de dönsün bu ürək sağlamaz ki, var ürək para parça necə dözürən olamaz. Yenə candan can getdi, şəhidim var Azərbaycan, vətən sağ olsun deyən igidim var Azərbaycan. Şəhidlər, qazilər, tarix yazılar, ordumuz fəxarət, 30 il yazılmış hüquqi borclar, birlik Türk xalqının uğur mənbəyi. Gözün aydın olsun ey şanlı vətən, qoymadan qəlbimə dərd oğlar, sən yanca qalma, tuval deyə keçdən zəm Məhəmməd oğlar. Mehtəkdə yaxşı deyirdi. Yenə payızın sonu gəlir, yenə gözüm yaşlıdır. Soruşmayın, niyə gözün yaşlıdır? Mən balama lay lay deyib ağladım. Salam şəhid anası, mən də sənin bir balan. Olmasan da qəhrəman, şah kəlbəcər alan. Bayrağı üçün can verən, yurdu üçün qan tökən, şəhid oldu vahidim, millətinə şan gətirən. Mən şəhidəm, ölməmişəm, Mən şəhidəm, ölməmişəm, küləklərə qarışmışam, vətənimin torpağına, havasına. Mən şəhidəm, ölməmişəm, küləklərə qarışmışam, vətənimin havasına. Cismim köçüb bu dünyadan, ruhum hər an sizinlədir. Şirin şirin bir arzulardır. Bu torpağa qan tökmüşük, şəhid verib diz çökmüşük, sanmasınlar biz ölmüşük, şəhidim var Azərbaycan. Ağlama, ağlama şəhid anası, burada sənin bir balan yatır, vətən üçün canından, qanından keçib, Vahid adında bir şəhid yatır. Namət gülləsi dəydiyi anda vətən qucaqlayıb ana səslədi. Anasına çatmadı Vahidin səsi, Vahid şəhid olduğu həmin o anda. Tatil gülləsinə qurban gedərkən gözünü sabaha dikdi şəhidlər. Üzrəngli bayrağın öz qanlarıyla vətən torpağına çəkdi şəhidlər. Dözdü hər zirətə, dözdü hər şeyə, dünyada mənim də haqqım var deyə, kütləni xalq edən müqafiləyə, qanıyla qolunu çəkdi şəhidlər. Qəhrəman igidlər silahı aldı, nərəsi düşmanın bağrını yardı. 44 gün sürdü, tarixi yazdı, tarixi yazanlar oldular şəhid. Gör necə analar hər gün ağladı, başına qapqara örpəş bağladı. O şəhid oğlunu yasına saxladı, heç sizi unudar analar şəhid. Astı bastı o torpağa, astı bastı o torpağa, orada şəhid nəfəsi var, nerede şəhid nəfəsi? Ben qarşımışım. Ömer gel görüm. Ömer bəyəkləri biraz həyecanlandı. Başla. Şəhid oldun ay Vahid, adına qurban olum, vətəni azad etdin, sındı qanadım qolum. Gəlin güllərimizi qoyaq. Olur mu? Gəlin güllərimizi Sonra irade Silahlı qüvvələrinin əsgəri
olan Mirziyev Ceyhun Zirəddinoğlu və Qurbanov Vahid Erşadoğlu 2020-ci il sentyabrın 27-sində Azərbaycan torpaqlarının azad olunması üçün başlanan Vətən müharibəsində qəhrəmancasına döyüşmüş və şəhidlik zirvəsinə uzanmışdılar. Tovuz rayon Əyəqli kəndində torpağa tapşırılmışdılar. Allahdan şəhidlərə rəhmət, qazilərimizin şəfa diləyirik. Qoparmayın şəhid adlı yaramı, düşmənlər duymasın bu fəryadımı. Bilmirəm sevinim, ya ağlayım mı? Adını tarixə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Ay ana saçını dərddən ağartma, gəlib gedənlərə oğlunu sorma. Qara bəxtim deyib yanma alışma, adını tarixə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Qürur duyuruq bunu. Mərd uşağı idi, mərd uşağı. Həqiqi deyil uşağı idi. Yuliya çıxırsınız, çəkdir, çəkir uşaqlarını. Git sen koy. Yavaşça. Azıcık. Bir koy. Bir de koridorda. Oradan koy. Oradan koy. Açsın. Sen gel kadın. Allah güveniniz olsun. Allah razı olsun. Gel. Gülüm oğlum gel. Ha, kızım. Həm şəhidlər ölür, həmişə qəlbimizdə yaşayacaqlar. Allah'ınız saklasın. Çok sağ olun. Və borcunuz Bağlarımızı yaddan çıkartmışsınız. Her anın günlerinde yad ediyorsunuz. az günlərində xatırlayaq, yad edək bizim borcumuzdur. Onsuz da elimizden bir şey gelmiyor. Yani ne arasıyıq ki, sadece size bir təsəllidir, kısa bir, yani bir acı təsəlli. Yani biz onları size qaytara bilmərik. Allah rəhmət eləsin. Ruhlarını şad eləsin. Amin. Gedəcəyim. Allah səbrinizi versin Nurlan ana. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Allah kanalımızdan da razı olsun. Allah Pənah balamın balalarını gözünü doyunca versin. Vahid balamın o kadar yarılsın ki ürəyi sevinsin. Amin. Həyatda en güzel günler o balacı Vahid balam üçün olsun. Amin. Amin Allah. Mən balamı görmədiyi günlərin en güzel gününü Vahid balaca balam görsün. Amin Allah. Amin. Allah cəm şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Allah yaxınlarına, ailələrinə səbir dözüm versin. Allah Teala bir də ölkəmizə, xalqımıza pis gün, acı gün göstərməsin. Bütün şəhid ailələrinə Allahdan səbir diləyirik və kanalımız olaraq həmişə biz şəhid ailələrinin yanındayıq. Elə bax bugünkü gündə də Vahid qardaşımızın məzarını ziyarətə gələn məktəblilər, icra nümayəndələri, həmçinin qıraqdan gələnlər, Allah hamısını canı sağ eləsin. Gələn ayaqları var olsun. Allah şəhid balalarımızın ruhlarını şad eləsin. Məkanları cənnət olsun da. Bəli, bəli. Allah səbir dözüm versin inşallah. Hələ də məktəblilər görürsünüz, dəyərli izləyicilərimiz gəlirlər. İnşallah bu günlərdə bu çəkilişimizi izləyərsiniz, baxarsınız. Hamınız öz fikirlərinizi də kommentlərdə yazarsınız. Allah hər birinizə can sağlığı versin. Allah bir də pis gün göstərməsin heç kəsə. Allah bütün əsgərlərimizi qorusun. Amin Allah. İsmail balam, Allah bütün vətənin keşiyində duran balalarımızı qorusun. Ata-analarının gözü dolusu versin. Oğlumuzu Allah qorusun. Amin. İlahi xala
İsmail də sağ-salamat gəlsin inşallah. Allah qorusun. Şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbir versin. Ruhları şad olsun ki, uğrunda can verdiyi torpaqlar azaddır. Bir dənə tək təsəllimiz budur. İndiyənə kim narahat olurduqsa, amma indi təsəlli tapırıq ki, heç olmaya uğrunda can qoyduqları torpaqlar azaddır. Ruhları şad olsun, Allah analarına, valideynlərinə səbir versin, qazilərimizə can sağlığı versin. Vahid üçün bugün gəlib gedən bütün elimiz, obamız, hamısından Allah razı olsun. Allah hamısının ölənlərinə rəhmət eləsin. Şəhidlər unudulmur, şəhidlər heç vaxt həyatdan çıxmır. Biz ölüyük, amma onlar daim yaşayırlar. Allah rəhmət eləsin. Amin. Amin. Allah hamısını şad eləsin. Ayaqlarını sonra bir gəl. Belə görürsünüz, məktəblilər də gəlməkdə davam edir. Bəzi yerdə danışmıram ki, söz çəkilişimizi izləyənlərindir. Həmçinin də çəkilişimizdə iştirak edənlərin. Başa keçsin. Başa bir şeysin. Bu belə biraz da buz zeytin. Ay, siz buz zeytin. Gəlin. İndi burada bir şey yok yani. Şimdi de şey yok yani. Şəhidlərin Allah rəhmət eləsin balanızı. Allah səbir versin. Allah köməyiniz olsun. Allah rəhmət eləsin. Evet, yenə çıxam. Güllərimiz var, çıxın yapacaq. ينابهم أغلالا فهي إلى الأذقان فهم مجمحون وجعلنا من بين أيديهم سدا ومن خلفهم سدا فأغشيناهم فهم لا يبصرون فصبوا عليهم أنزلتا أم لم تنذرهم لا يؤمنون إنما تنذر من اتبع الذكر وخشي الرحمن بالغيب وباشره بمغفرة وأجر كريم إنا نحن نحيي الماء ونكتب ما قدموا وآثارهم وكل شيء أحصيناه في إمام مبين واضرب لهم مثلا أصحاب الجيرة إذ جاء المرسلون إذا أرسلنا إليهم اثنين فكذبوهما فأخذنا بثالث فقالوا إنا إليكم مرسلون قالوا ما أنتم إلا بشر مثلنا وما أنزل الرحمن من شيء من أنتم الله تكذبون قالوا ربنا يعلم إنا إليكم لمرسلون وما علينا إلا البلاغ المبين قالوا إنا تطيرنا بكم Yandan bana bu yandan. Sen bu sepeti götür bak o şekil zamana koymalar o aşağıdan. Bak indi onu da buraya yanaşı koyma var. Onu da bak yönünü biraz böyle hele. Ankara kalmasın da. Damat kana soru var. Allah sabır versin. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, dəyərli izləyicilərimiz. Bir Nərağcabəddən Fuat müəllim də gəlibdi. Allah canınızı sağ eləsin Fuat müəllim. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Bugün Gəncə şəhəri şəhid qardaşımız Vahidin 5-ci ilinə gəlmişik, anam yanına, Vahidin evinə gəlmişik. Vahidin timsalında Allah bütün şəhidlərimizə rəhmət etsin, şad olsun deyirik, yerləri bir şey olsun. Biz hər bir şəhid qapısına gedəndə, bir ananın huzuruna gedəndə özümüzə bir ziyarət hiss edirik.
Allah anaya səbr versin, Allah anaya dəyməsin. Amin. Bugün də özümüzə bir boş bilib ananın huzuruna, qardaşımız ziyarətine gəlmişik. İndi biz də çəkilişimizi eləyəcəyik ana ilə. Allah sizlərə dəyməsin qardaş, var ol, Allah razı olsun. Sağ olun, Allah köməyiniz olsun. Həmçinin Zahir əmi də bugünkü gün buradadır, hörmətli izləyicilərimiz. Sevinc ana üzürlü səbəblərdən gələ bilməyib, atası rəhmətə gedib. Atası rəhmət eylesin. Allah rəhmət eləsin. Bu günləri iştirak edə bilmədi. Bu günləri Vahid balamızın 5-ci il dönümüdür. Biz də gəlmişik ki, o Vahid balamızın ziyarətinə və ziyarət edib indi elə Vahidin adına olan evdə, o muzey evində buradayıq. Mən bu hamımızın dərdimizdir. Tək bu Nurlana qızımın dərdi deyil, hamımızın dərdimizdir. Amma o şəhidlər şəhid oldular. Bax bu günləri bax o əmnamanlığı bizə bəxş ediblər. Bu sakitçiliyi bizə bəxş ediblər. Eyni zamanda da Qarabağ torpağın aldılar, bizə qaytardılar. Allah hamısını Allah hamısına rəhmət eləsin. Amin. Hamısına cənnət olsun. Amin. Nə demək, valla aylarla, illərlə bu şəhidlərdən danışsaq yenə azdır. Amma bizi yandıran odur ki, bu günlər o qəhrəman balalar aramızda yoxdur. Bəli. Hər birisi qəhrəmanlıqlı keçiblər. Amma bu günlər o qəhrəman balalar aramızda yoxdur. Bax bu bizi ağrıdan budur, yandıran budur. Allah hamısına rəhmət. Amin. Amin Allah. Cənnət. İsa qardaş da buradadır. Allah canı sağ eləsin. Allah kömək olsun. Sən də sağ ol, qardaş. Gəlirsən, çəkirsən, əziyyət çəkirsən. Allah sağ olasın. Sağ ol, sağ ol. İsa qardaş. Allah canınızı sağ eləsin hər birinizin. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Məkanlar cənnət olsun. Hə, belə. Buyur qardaş, buyur. Bugün mən Gəncə şəhərindəyim. Gəncə şəhərində bir ocaqda şəhid ocağındayıq. Şəhid Vahid qardaşımızın 5-ci ilidir. Ananın yanına gəlmişik. Ana Allah sənə bala rəhmət etsin, şad olsun. Bu gün eşitdim ki, gözəl qardaşımız evimizin, ananın evinin bir oğlu Vahid qardaşımız bir ocaqda şəhid olub. 25-ci il. İlk dəfədir burada, bu evdə bu ocaqda olam. Hər bir evdə olduqca da, hər bir şəhid evinə getişi özümə bir ziyarətgah, bir gözəl huzur, bir gözəl analar tanıyıram, tapıram. Bir gün də bu ocaqda olduğum üçün çox şadam. Niyə? Belə gözəl ananın huzuruna gəlmək, belə gözəl qardaşımızın ziyarətinə gəlir. Ziyarət etmək mən üçün bir qürur. Gəncənin mən belə 108 dənə şəhidi var. 108 şəhidin yarısının şəkili məndə var. Burada bir muzey evindən var. Yarısını tanıyıram, yarısını onların tanıyırıq. Bir gün də anamızın yanına gəlmək məqsədimiz oldu ki, ana kimi gözəl ananı tanımaq, gözəl şəhidimizi tanımaq, gözəl şəhidimizin ziyarətgahına gəlmək, onun huzurunda bir şəkil eləmək. Sağ ol. Allah gözəl bala rəhmət eləsin. Sağ ol. Allah olanların Allah yer beş eləsin. Allah sizə səbr versin. Allah təala şəhidlərini. Allah sizdən dəyməsin. Şəhidlərimizin ruhlarını şad eləsin. Şəhid balalarımız sağ olun ki, hər dəqiqə yad eləyirsiniz, axtarırsınız bizləri. Allah köməyinizdə olsun. Allah sizlərdən razı olsun. Biz gəlirsiniz, yad edirsiniz. Şəhidlər həqiqətən unutulmasa yaxşıdır. Şəhidlər ölməz deyir Quran-ı Kərim. Şəhidlər vaxt ölmürlər ki, onlar unudulmurlar. Bəli, bəli. Çalışaq, unutqan varlı olan insanlar biz tez-tez daha tez-tez ziyarət edək ki, onlar unudulmasın inşallah. İnşallah. Bir də söz deyim, çox adam mənlə razılaşmır. Mən elə deyir ki, sən bu sözünü düz deyirsən, mənim üçün əsl müqəddəs ziyarətgahlar şəhid evlərdir, şəhid analardır. Mən hər bir evə gedən elə bir ziyarətgahlarda olmuşam, oralarda. Düz ziyarətgahların hamısında olmuşam, həm də Ziyarətgahımız mənim. bizim üçün mənə dəyərli olan bu şəhid evlər, analarımız ayaqlarını üzülür. Ana bir daha səni səbr arz edirəm. Qardaşımız Vahid Allah rəhmət etsin, şad olsun. Amin. Allah sizə səbir versin. Bugün bir qürurla, bir fəxrlə səni huzura gəlmişəm. Öz övladın haqqında bir qısa da olsa məlumat verəsən, biz bilərik. Nə deyim, Vahid mərd ifadə Vahidlə fəxr edirəm, düzdür. Vahid burada olmasa da, məndən ötürü çətin də olsa, Vahidlə fəxr edirəm. Vahid həmişə özünü dostlarından, tanışlarından ötürü canını irəli verən uşaq idi. Allah ruhunu şad eləsin, cəmi şəhidlərimizin Allah hər birinin ruhlarını şad eləsin. Vahid son zəngdə məktəbi qutaran ilisi də bayrağı kürəyinə sancıq
200 metre hündürlüğünde vişka var məktəbimizdə. Ora top vişkasında. Ora əhatəyə alıblar setlərini. Ora heç kim buraxmırlar. Vahid ora öz başına çıxaraq, öz bayrağı kürəyində qaldırıb o vişkanın başına bağlayıb getmişdi hərbi xidmətə. Oranı hər dəfə görəndə mən çox soğuram ki, belə bir günlər olubdu. Vahiddən məndən ötürü danışmaq çox çətindir. Dilim, dodağım dolaşır ağzımda. Allah sənə Zeynəb anamın səbrini versin. Allah sənə Zəhri Fatıma anamızın səbrini. Allah ruhunu şad eləsin. Bütün verilən ehsanları Allah qəbul eləsin. Allahdan bütün şəhidlərimizə rəhmət edirik. Allah Bu günlərim şəhidimiz Erşad Qurbanoğlu'nun anım günüdür. Məlum məsələdir ki, hamınız cəm oldunuz. Analar bir-birinizin bu çətin anlarında bir-birinizə dayaq durdunuz. Allah canınızı sağ eləsin. Şəhid balalarınız Allah rəhmət eləsin. Ehsan süfrəsinin duasını verəcəm. Allah Fənaq qardaşın da canını sağ eləsin. Fənaq qardaş bu ocağı, bu ailəni heç bir vaxt unutmur. Zəhməti boldur. Allah onun da canını sağ eləsin, ruzusunu bol eləsin. Ehsan duası verin, yemək yeyənlər çörəyinizi yiyin. Əlinizi yeməkdən çəkindirmeyin. İlahi, amin. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina habibina Muhammedin sallallahu aleyhi ve sellem ve ala alihi sehbihi ecma'in. İnnel hamdülillah ellezî halakal insâne min alaq. İnnel hamdülillah lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahümme tegabbel fazl ihsan mühsin siyamel ve bcai Muhammedin ve alihi ve rahmetullah suretil Fatiha. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal mustaqim. Sıratal lezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. İlahi rahmetullah. Allah rahmet eylesin. Rahmet eylesin. Mekanlar cennet olsun. Allah olsun. Belə. Buyur qardaş, buyur. Bugün mən Gəncə şəhərindəyim. Gəncə şəhərində bir ocaqda şəhid ocağındayıq. Şəhid Vahid qardaşımızın 5-ci ilidir. Ananın yanına gəlmişik. Ana Allah sənə bala rəhmət etsin, şad olsun. Bu gün eşitdiyim ki, gözəl qardaşımız evimizin, ananın evinin bir oğlu Vahid qardaşımız bir ocaqda şəhid olub. 25-ci il. İlk dəfədir burada, bu evdə, bu ocaqda olar. Hər bir evdə olduqca da, hər bir şəhid evinə getsə, özümə bir ziyarətgah, bir gözəl huzur, bir gözəl analar tanıyıram, tapıram. Bu gün də bu ocaqda olduğum üçün çox şadam. Niyə? Belə gözəl ananın huzuruna gəlmək, belə gözəl qardaşımızın ziyarətinə gəlib, ziyarət etmək mənim üçün bir qürurdur. Gəncənin mən belə 108 dənə şəhidi var. 108 şəhidin yarısının şəkili məndə var. Burada bir muzey evindən var. Yarısını tanıyıram, yarısını onların tanıyırıq. Bu gün də anamızın yanına gəlmək məqsədimiz o üçün. Ana kimi gözəl ananı tanımaq, gözəl şəhidimizi tanımaq, gözəl şəhidimizin ziyarətgahına gəlmək, onun huzurunda bir şəkil etmək. Sağ ol. Allah gözəl bala rəhmət eləsin. Sağ ol. Allah yer beş eləsin. Allah sizə səbr versin. Allah sizdən dəyməsin. Şəhidlərimizin ruhlarını şad eləsin. Şəhid balalarımızı sağ olun ki, hər dəqiqə yad eləyirsiniz, axtarırsınız bizləri. Allah köməyinizdə olsun. Allah sizlərdən razı olsun. Biz gəlirsiniz, yad edirsiniz. Şəhidlər həqiqətən unutulmasa yaxşıdır. Şəhidlər ölməz deyir Quran-ı Kərim. Şəhidlər vaxt ölmürlər ki, onlar unudulmurlar. Bəli, bəli. Çalışaq unutqan varlı olan insanlar biz tez-tez daha tez-tez ziyarət edək ki, onlar unudulmasın inşallah. İnşallah. Bir söz deyim, çox adam mənimlə razılaşmır. Mən elə deyir ki, sən bu sözünü düz deyirsən, mənim üçün əsl müqəddəs ziyarətgahlar şəhidlərdir, şəhid analardır. Mən hər bir evə gedən elə bir ziyarətgahlarda olmuşam, olurlar. Düz ziyarətgahların hamısında olmuşam. Həm də şəhid bizim üçün mənim dəyərli olan bu şəhid evlər, analarımız ayaqlarını üzülür. Ana bir daha səni səbr arz edirəm. Qardaşımız Vahid Allah rəhmət etsin, şad olsun. Amin.
Allah sizə səbir versin. Büyük bir qürurla, bir fəxrlə sən huzura gəlmişəm. Öz övladın haqqında bir qısa da olsa məlumat verəsən, biz bilərik. Nə deyim, Vahid çox mərd ifadədir. Vahidlə fəxr edirəm. Düzdür, Vahid burada olmasa da, məndən ötürü çətin də olsa, Vahidlə fəxr edirəm. Vahid həmişə özünü dostlarından, tanışlarından ötürü canını irəli verən uşaq idi. Allah ruhunu şad eləsin, cəmi şəhidlərimizin Allah hər bir ruhlarını şad eləsin. Vahid son zəngdə məktəbi qutaran ilisidə bayrağı kürəyinə sancıq 200 metre hündürlüyündə vişqa var məktəbimizdə. Ora top vişqasıdır. Oranı əhatəyə alıblar setdən, ora heç kim buraxmırlar. Vahid ora öz başına çıxaraq, öz bayrağı kürəyində qaldırıb o vişqanın başına bağlayıb getmişdi hərbi xidmətə. Oranı hər dəfə görəndə mən çox soğuram ki, belə bir günlər olubdu. Vahiddən məndən ötürü danışmaq çox çətindir. Dilim, dodağım dolaşır ağzımda. Allah sənə Zeynəb anamın səbri bilsin. Allah sənə Zəhri Fatıma anamızın səbri. Sağ olsunlar. Hələ başda olmaqla Çingizəni, hələ digərləri Allah hamısı canına sağlıq versin ki, Azərbaycanda olan şəhid və qazi ailələrini həmişə üstündədirlər ki, yardım köməkliyi göstərirlər. Biz kirayədə qalırdıq da, Vahid hərbi xidmətə gedəndə, Vahid şəhid olanda da kirayədəydik. Allah Pənah balamın, Çingiz əmiyə Allah rəhmət eləsin, kanalımızda olan hər kəsin Allah canını sağ eləsin ki, Vahidin öz olmasa da, Vahidə bir ev tikdilər, bizlərə də bu evə yığdılar. Allah ruhunu şad eləsin Vahidin də. Pənah balanın da bir evladı olubdur, onun da adını Vahidin adını veribdir. Allah onun gözü də olsun, versin onu. Bayaq da dedim ki, Allah onun nə gözəl günlər varsa, Vahidin gözəl günləri, görmədiyi günləri Allah ona qismət eləsin. Amin. Allah atasına, anasına can sağlığı versin. Elə oğul, qeyrətli oğul böyüdüblər. Sağ olsunlar, valideynlər. Hazret Muhammed sallallahu aleyhi ve sellem'in sevdiği yolu seçerek şəhidlik zirvəsinə ucalmışdır. Mən nə dərdim? Bu günlərim mən də öz tövfəmi Allah'ın gözəl kəlamı Quran-ı Kərimlə başlamaq istəyirəm və ondan sonra məclis öz dahiyyəki ilə salam edəcək. Yenə deyirəm, şəhid analarına Allah sizə səbir versin. Allahlarımızın ruhları qarşısında baş əyilin. Allah hamısına rəhmət eləsin, məkanlar cənnət olsun. Allah bütün okunan Kur'anları kabul etsin. هو الذي بعث في الأميين رسولا منهم يتلو عليهم. Allah verilen bütün ihsanları kabul eləsin. Allah qəni-qəni rəhmət eləsin bütün şəhidlərimizə. Cənnət olsun. Amin. Rəhmin uğrunda da əziz çəkənlərin hamısına ölülərinə rəhmət eləsin. Şimdi onun haqqında göz yaşı töküb Allah onların ölənlərinə rəhmət eləsin hamısına. Canları sağ olsun. Amin. Azamdan Allah rəhmət eləsin. Hamınız şadlıqda qoyuyorlar, yesiniz, qardan alın. Bugün Vahidin il dönümü günüdür. Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun, qazilərimizə can sağlığı versin. Allah köməyiniz olsun, anneciğim, qurban olun. Bax, bugünkü gündə bizə dəstək olan, bizim qolumuz, qənədimiz, arxamız, dayağımız, bütün anaların arxası, balamın başda olmaq şərtilə bütün maddi mənəvi dəstək olanların hamısının canına Allah sağlıq versin. Allah köməyiniz olsun. Onun oğlanlarına Allah saxlasın, min tutaq eləsin. Aybəli Zaniyə, Qədir qardaşı Allah can sağlıq versin ki, belə bir qeyrətli oğul
Böyüdüb başa Böyük başa çatdırıb. çatdırıb. Sağ olun, qurban olaram sizə. Allah razı olsun hər birinizdən. Allah köməyinizdə olsun. Qadın Allah könəfsən, Allah balalarını başa çəkirsin. Qazanızın artıq olsun, ruzin bol olsun, ay bala, qadan qalın. Amin. Allah Pənah qardaşımızın ruzisinə bərəkət qatsın. Bugünkü gündə şəhid Vahid qardaşımızın il dönümün bizim Pənah qardaşımız verir. Allah ruzisinə 1000 qat bərəkət qatsın. Allah Taala elədiklərinin 1000 qat əvəzini getirsin inşallah. Bütün şəhidlərimizə Allahdan rəhmət edirik və elə bu günlərdə Vahid qardaşımızı ziyarət etməyə gələnlər, onun il dönümündə şəhid ailələrinin yanında olan, həmçinin Nurlan ananın yanında olan hər kəsə təşəkkürümüzü bildiririk. Gələnlərin Allah ayağın var eləsin. Allah hər zaman həmişə köməkləri olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qardaşımız da sağ olsun. Əziyyət çəkir bu gün. Amin. 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 Allah əziyyətinizi itirməsin. Allah köməyinizdə olsun. Allah razı olsun. Allah bütün verilən ehsanları qəbul eləsin inşallah. Allah canını sağ eləsin ana. Bizim gözəl anamız, dəyərli anamız. Allah sağ uzun ömür, can sağlığı versin. Sağ ol sən. Həmişə, hər zaman bax bu evə gəlib gedirsən. Həmişə yad eləyirsən Vahid qardaşımızı. Allah. Bugün şəhid Qurbanov Vahid 5 ildir bizim aramızda yoxdur. Bu gənc, çox gənc getdi bu dünyadan. Ancaq o öz gəncliyi ilə elə bir əfsanə yazdı. Özünü şəhidliyə, zirvəyə çatdırdı. Bugün belə bir qoçaq oğulları, şəhid balalarının hamısı bizim üçün çox əzizdir. İntihası ki, bu şəhid analara, şəhid atalarına biz nə qədər səbirdə diləsək, yəni o balanı əvəz eləyən yoxdur. Yəni hamı balasını istəyir, düzdür. İntihası ki, neynəyək? Bu balaların taleyinə gəldi bizim bu torpaqlarımızı azad eləmək. Bu şəhidlərə o qədər dərin minnətdarlığımızı nə eləsək, bu şəhidlərin borcundan biz heç vaxt çıxa bilmərik. Allah bunlara rəhmət eləsin, bu gənclərə, qazilərimizə Allah can sağlığı versin. Amin. Şəhidlərin ata-analarına, qohumlarına səbir diləsin. Yaşasın bizim ordumuz, Allah ordumuza qüvvət versin. Amin. Həmişə bayraqlarımız ucaqda olsun. Amin. Amin. Allah razı olsun abimizdən. Qalan ayaqlarınız var olsun. Şəhidlər unudulmazdır, şəhidlər bizim balamızdır. Onlar həmişə ürəyimizdə yaşayır, təkcə şəkillərdə yox, anaların ürəyinin başında yaşayır şəhidlər. Şəhidlərlə biz fəxr edirik, sağlığında da, indi də mən balalarımla həmişə fəxr eləmişəm, indi də fəxr edirəm. Həmişə Allah can sağlığı versin, ziyarətlərinə gedək, Quranını oxudaq, adını qazanasaq, o bizdən ötürü ən savab işdir. Şəhidlərimizi yad edirik. Allah cəmiyyət də uzun ömür can sağlığı versin. Allah səbrimizi versin. Allah o biri qız balalarından xeyir gör, xoşbəxt olsun qız balalarından. Allah sənin o yer şudur, 5 dənə şəhidin Allah rəhmət eləsin. Məkanları cənnət olsun. Amin. Bu anamız da erməni terroru vaxtı bomba düşəndə bunların evinə düşmüşdü. 5 dənə şəhid verən ana budur. Allah səbr Allah versin. sənin balalarının yurduna şəhid etsin yoldaşına. Sana da can sağlığı versin ki, o evdə balalarının başına yer sağlar. Çox şükür. Allah belə yoldaşına qəni rəhmət eləsin. Balanın yeri cənnətli olsun. Nur içində yazsın. Onun balaları
Sana nəfəs Həmişə verir. başımızı uca eləyiblər, sağ Allah olsun. canına sağlıq versin. Bax, bu evi də tikənlərin hamısını Allah canına sağlıq Amin, versin. amin. Allah Rita Allah ananı da bizim ömür, üstümüzdən can əski sağlığı eləməsin. versin. Pənah balam, Allah sənin o anana bax, doya-doya başa kimi versin. Amin, Qadan amin. alım səni, Allah başına köməyiniz döyərəm. olsun. Sən həmişə şəhid analarının arxasına dayaq olursan, həmişə köməyiniz arxamız, dar olsun. günümüzdə dayağımız olursa. Sağ ol, o bugünkü gündə də verdiyin bu ehsanı Allah qəbul eləsin, Amin. cibin dolu olsun, Allah başından tüysün bala. Amin. O vahidin ruhu sənin həmişə balalarına kömək olsun. Köməyin olsun. Atanın, ananın üzü ağ olsun ki, sizin kimi qeyrətli oğullar böyüdüblər. Bəli, Valla bəli. bu hər oğlun işidir ki, bu Yox, böyle yox. ev eşiği mənzərəni düzəldir, şəhid analarına verirdi. Sağ olsun. Bizim də təsəllimiz budur. Bizim də şeyimiz buradakı, yəni ki, təsəlli aldığımız otaqlar bizi yaşadan da onlar. Yaşadan da bunlardır. Onlardır ki, bizə arxa dayağı olurlar. Biz biraz heç olmasa da təsəlli alırıq. Təsəlli alırıq. Qatan alaram, maalesef. Sənin Allah rolun sabrınız var bu olsun. işdə. Borcumuzdur. Sağ ol, qurban olum. Allah köməyiniz olsun. Allah səni sevsin. Sağ ol. Belə elə yavaş-yavaş dəyərli izləyicilər, çəkilişimizi yekunlaşdırırıq. Elə Rita anamızı da göstərdik. Nurlan ana da bugünkü gün burada sağ olsun. Allah canı sağ eləsin bir daha Pənah qardaşımız. Unutmur şəhidlərimizi. Qazancına min bərəkət versin. Buradan üzümü Pənah balama tuf deyirəm ki, Allah sənin balalarını gözünü çıraq eləsin. Amin. Allah həmişə sənin üzünü güldürsün. Mənim bu balamın ruhu da sən o qərib eldə elə qorusun ki, həmişə sənin üstündə köməyin olsun. Amin. Allah xatadan baladan uzaq eləsin. Allah bütün şəhidlərimizə də qəni-qəni rəhmət eləsin. Allah. Qazilərimizin də Allah köməklərində olsun. Amin. Allah atalarının analarına göz dolusu versin. Allah Pənah balamda Aybən Zaniyə, Qədir əmiyə göz dolusu versin. Amin. Çox Amin. sağ olsun. Allah bütün verilən insanlarımızı qəbul eləsin. Amin. Allah köməyinizdə Allah olsun. ürəyinə görə versin. Amin. Allah sizi min putar eləsin. Amin. Dəyərli izləyicilərimiz, çəkilişimizi yavaş-yavaş yekunlaşdırıram. Bəyənərsiniz, fikirlərinizi yazarsınız. Allah ruhunu şad eləsin. Vahid qardaşımızın da, onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bir də inşallah şəhid Vüsal qardaşımızın il dönümü olacaq. Dəyərli izləyicilərimiz, müharibənin sonuncu günündə qəhrəmancasına şəhid olan bizim Vüsal qardaşımızın il dönümündən növbəti çəkilişimiz olacaq. Sağ olun, var olun, özünüzü qoruyun dəyərli dostlarımız. Allah bir daha bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah Şəhlanaya da səbir dözüm versin. Şəhid Nicat qardaşımızın da ilin Pənah qardaşımız verdi. Vahid qardaşımızın da il dönümün Pənah qardaşımız verdi. Allah canını sağ eləsin, ruzisinə bərəkət qatsın. İnşallah şəhid Vüsal qardaşımızın da il dönümün Pənah qardaşımız verəcək. Allah ruzisinə min qat bərəkət qatsın. Allah bütün şəhidlərimizə də qəni-qəni rəhmət eləsin. Məkanları cənnət olsun şəhid qardaşlarımızın.